Özünü hara qədər müqayisə eləyəcəksən? Bu videoda sənə müqayisənin nə olduğunu ən sadə dildə və başqa bir baxış açısı ilə başa salacağam. Və bundan əlavə olaraq müqayisəni necə öz yararımıza istifadə eləyə bilərik, bundan danışacağam. Oturduğumuz yerdən öz-özümüzə hekayələr yazırıq və başlayırıq özümüzü müqayisə eləməyə. Hər müqayisə elədikcə özümüzü daha da aşağı çəkirik. Məsələn, sevgililəri müqayisə eləyirsən, öz sevgilin və başqasının sevgilisi, ailəni müqayisə eləyirsən, maddi durumunu müqayisə eləyirsən, işini müqayisə eləyirsən, elədikcə eləyirsən. Həyatda hər şeyi müqayisə eləyə bilərik əslində, bu çox rahat bir şeydir. Hətta öz dəyərimizi başqaları ilə özümüzü müqayisə eləyərək, onlar üzərindən də verə bilərik özümüzə. Bəs bu müqayisə nədir? Niyə bu qədər həyatımızdadır? Bir ifadə ilə başlamaq istəyirəm videoya. Dəvədən böyük fil var. Bu videoda hərə özünə bir şey götürəcək və videonu əsasən iki tip insanlar qulaq asacaq. Onlardan biriləri özlərini daima başqaları ilə müqayisə eləyənlərdir. Digər tiplər isə nə eləyə bilərəm ki, insanlar özü ilə məni müqayisə etsinlərdir. Amma videonu elə quraşdırmışam ki, hər iki tərəfə də lazımlı məlumatlar məncə çatacaq. Ümumiyyətlə, gəlin baxaq müqayisə nədir? Müqayisə real ölçülərlə bir şeyin bir şeylə qiyaslanmasıdır, müqayisə edilməsidir. Yəni biz əslində özümüzü kimləsə müqayisə edəndə ortada real ölçü yoxdur, bir xəttkeşimiz yoxdur, ölçmə alətimiz yoxdur. Real olmayan düşüncələrlə özümüzü manipulyasiya eləyirik ki, artıq müqayisə edək. Həyatında o qədər boşluqlar var ki, o boşluqları bilmirsən nə ilə doldurasan və o boşluqları xəyali şeylərlə doldurub müqayisəyə başlayırsan. İndi bunu daha detallı başa salacağam. Hamımızı bir dovşan kimi fikirləşək. Hamımız dovşanıq və hərənin əlində bir dənə kök var. Amma məsələn, heç kim öz kökünə maraqlanmır. Hər bir insan digər insanın kökünə baxır və o kökün dalınca qaçır. Amma halbuki eyni kökdən, eyni forma, eyni boyda onun da əlində var. Videonun başlarında demişdim ki, müqayisəni necə öz tərəfimizə çəkə bilərik, özümüz üçün istifadə eləyə bilərik. Əslində, öz əlimizdə olan kökə fokuslansaq, müqayisə bizim düşmənimiz yox, dostumuza çevrilə bilər. Məsələn, ölçmək üçün, müqayisə eləmək üçün bir şey lazımdır da. Deyək ki, mən divan alacağam, bir divan böyükdür, bir divan balacadır və mən bunları ölçüb müqayisə eləyirəm, yaxşısını özümə alıram. Və ya inşaat sektorunda lazım olan bir şeyi götürürlər. Məsələn, hansı taxta lazımdır onlara və ölçürlər. Hansı onlar üçün yaxşıdır? Biri 50 santimetrədir, biri 40 santimetrədir. 50 onlar üçün daha uyğundursa 50-ni götürürlər. Amma 40 daha uyğundursa, müqayisə edirlər, özlərinə daha uyğun olanını özlərinə götürürlər. Məsələn, kimsə səndən daha arıqdır və özünü onunla müqayisə edirsən. Deyirsən, məndən daha arıqdır. Bəlkə onun sağlamlıq problemləri var və ya müəyyən psixoloji bir problemləri var. Çətin bir dövrdən keçir və buna görə də qidalanması düzgün deyil. Orada sağlam bir kök yoxdur müqayisə üçün. Sağlam bir ölçüm sistemi yoxdur. Əslində müqayisəni beynimizə işlənmiş düşüncələrlə eləyirik. Başqalarının beyinlərindən bizə yüklənmiş düşüncələrlə eləyirik. Məsələn, mən dağın təpəsində bir insan görürəm, amma özümü hələ də təpədəyəm də, yəni özümü elə hiss edirəm və o insanın yerində olmaq istəyirəm. Elə bilirəm ki, xoşbəxtlik ordadır. Amma halbuki o insan ora gedənə qədər hansı yollardan keçib bilmirəm. Orada həqiqətən xoşbəxtdirmi? Orada olmağından məmnundurmu? Bilmirəm. Bəlkə dağın təpəsi heç də yaxşı yer deyil. Orada ona başqa cür hiss elətdirir. Və ya deyək ki, o insan üçün orada olmaq xoşbəxtlikdir və mən onun özü üçün tanımlamış olduğu xoşbəxtliyi öz həyatıma salmağa çalışıram. Onun üçün xoşbəxtlik odursa, mənim üçün də xoşbəxtlik odur. Görürsüz necə məntiqsiz səslənir. Müqayisə bundan ibarətdir. Onsuz da başqalarının həyatına baxıb müqayisə eləyirsənsə, böyük bir yetərsizlik duyğusu ilə qarşı-qarşıyasan deməli. Çünki həyatında sənə uyğun gələn, sənə məntiqli gələn və səni xoşbəxt eləyəcək şeyləri deməli kəşf etməmisən. Və ona görə başqalarının tutduğu yoldan irəliləmək sənin üçün daha uyğundur, daha rahatdır. Amma təbii ki, belə deyil. Bu sadəcə bir illüziyadır. Beynin sənə elədiyi bir manipulyasiyadır. Orada irəlilədiyi nöqtə sənə ən zərər verən nöqtədir.
Teatrlarda, məsələn, bəzi teatrlarda maska taxırlar və səsləndirmə eləyirlər. Taxdıqları maskanın roluna girirlər və həmin insana dönüşürlər. Əslində son vaxtlarda çox insan həyatını belə yaşamağa başlayıb. Kim nəyi tərifləyirsə və kim harda özü üçün xoşbəxtdirsə, insanlar başlayır artıq maskalarını taxmağa və özünü onunla müqayisə eləyib orada olmaq istəməyə. Çünki özlərini hələ də kəşf eləməyiblər. Hara qədər müqayisə eləyəcək? Məsələn, gözəlliyi müqayisə eləyirəmsə, məndən gözəlləri var. Boyumun uzunluğunu müqayisə eləyirəmsə, məndən uzununun da uzunu var. Ətrafımda uğurlu bir insan varsa, ondan da uğurlu insan var. Bu sonsuz bir döngüdür. Çünki real kökləri yoxdur. Ancaq yalan illüziyalardan ibarətdir. Müqayisə etdiyin insanın sahib olduğu şeylərə sahib olanda o qədər xoşbəxt olmursan. Çünki onda da bu fərqindəlik gəlir ki, ə, mən niyə xoşbəxt olmadım? Çünki o sənin yolun deyil. Onda başa düşürsən ki, hə, mənim yolum başqadır əslində. Mən öz yolumu tapmalıyam. Başqasının yolunu gedirsən və elə bilirsən ki, səni gözləyən o ev, o duyğu, o düşüncə ordadır həmişə. Əslində müqayisə gözəl bir şeydir, istifadə eləyə bilsən. Məsələn, sən öz yolunu çəkmisən artıq, nədən necə irəliləyəcəyini bilirsən. Az, çox, təxminlərin var, özünə aid, öz istəklərinə, düşüncələrinə aid yaranmış bir hədəflərin var və sən artıq ətrafına baxırsan. Burada kim səndən daha yaxşıdır? Məsələn, filan kəs məndən daha yaxşıdır. Mənim olmaq istədiyim yerə daha yaxındır və ya ordadır. Amma mən burada birinci öz yolumu çəkmişəm, öz qərarlarımı vermişəm və daha sonra axtarmağa başlamışam ki, kim məndən daha yaxşıdır. Həmin insanı tapanda artıq baxıram ki, hansı yollardan keçib, nələr eləyib, kriz anında o krizə necə yanaşıb. Bu kimi araşdırmalar eləyirəm və öz yoluma xeyri dəyən yeni məlumatlar qatıram sadəcə. Yoxsa başqa cür müqayisədə, ona görə müqayisə, buna görə öz yolunu çəkmədən elədiyin müqayisədə hər zaman yarışda olursan, daima yarışda olursan. Yəni bu o qədər yorucu bir şeydir ki, özünüzə bunu eləməyin. Günün 24 saatı yarışda hiss eləyə bilərsiniz öz-özünüzü və doğrudan məsələn müqayisə şey kimidir əslində. Alma ilə armudu müqayisə eləyə bilərik. Yox. Hansının dadı yaxşıdır? Hansı daha gözəldir? Hərəsinin öz dadı var, özünə məxsus və öz görünüşü var. Yəni çox fərqlidirlər əslində və sən onların içini bildiyin üçün bunu dərk eləyə bilirsən ki, hə, bunların içini bilirəm. Məsələn, bir dənə köynək var və birini bəyənəcəksən, müqayisə eləyib bəyənəcəksən. Niyə? Çünki rəngini görürsən, duruşunu görürsən, necə görsəndiyini, hər şeyini görürsən. Gördüyünü müqayisə eləyirsən. Amma öz həyatında isə görmədiyini, bilmədiyini, özünün boşluqları dolduraraq müqayisə eləyirsən. Doldurmalı olduğun boşluqlar orada deyil. Öz qəlbindədir, öz beynindədir, öz duyğularındadır. İnsanlar o qədər bir-birinin həyatının arxasınca qaçır ki, bir-birinə oxşamağa çalışır ki, hər kəs biricik olduğunu unudub. Sənin DNA-ın da biricikdir, sənin barmaq izin də biricikdir və ən əsası sən də bir dənədir səndən. Və o bir dənənin öz bir dənə yolu var. Məsələn, bir dənə vedrə ilə vannaya su doldurursan və bu vedrənin suyu altdan boşaltdığını bilirsən də, yəni. Amma yenə də aparırsan vannaya tökürsən, boş vedrəni vannaya tökürsən, suyu doldurursan, yolda o su tökülür, yenə gedirsən vannaya boş vedrəni aşırdırsan, bir dəfə, iki dəfə, üç dəfə, dördüncüdə artıq yorulacaqsan. Boş vedrə ilə vannaya su doldurmağa çalışmaqla eyni şeydir məncə, bənzər şeydir. Yenə içi boş şeyi aparıb harasa doldurmağa çalışırsan. Bayaq demişdim ki, başqalarının düşüncələrinə görə müqayisə eləyirsən, çünki başqasının həyatını eləyirsən. Məsələn, kimsə sənin necəsə olmağı istəyir, ona görə gedib onu eləyən bir insanı tapırsan və özünü onunla müqayisə eləyirsən. Çünki uşaq vaxtından sənə bəlkə də yeridilib ki, bu belədir, bu belədir, münasibət belə olmalıdır. Nə bilim, danışırlar indi eril dişil enerji, qadın belə olmalıdır, onu eləməlidir, bunu eləməlidir. Ana övladına belə baxmalıdır. Mən bunu seanslarımda çox qarşılaşıram. Analar gəlir yanıma və özlərini çox müqayisə edirlər digər analarla. Artıq bu yeridilmiş düşüncələrə görə sən düşünürsən ki, hə, belə də olmalıdır. Halbuki yox, belə olmalı deyil. Sənin öz övladınla münasibətin başqadır. Başqasınınki başqadır. Hərənizin öz dinamikası və öz sürəti var.
Ümumiyyətlə xoşbəxtlik bir şeyə bağlıdır. O qədər beynimizə yerləşib ki, heç nəyə bağlı deyil xoşbəxtlik. Xoşbəxtlik bizim özümüzü tanımaqdır sadəcə. Nəyi sevirik, nəyi sevmirik, bunları anlamaq, öz yolumuzu çəkə bilmək, bu yolda yavaş-yavaş irəliləyə bilmək. Nə qədər ki, başqalarının xoşbəxtliyində, başqalarının həyatında özünü axtaracaqsan, bir o qədər də xoşbəxt olmayacaqsan. Çünki sənə aid olmayan şeylərə inadla getmək istəyirsən. Nə vaxt ki, özünü görürsən ki, bir insanla müqayisə eləyirsən, özünə bu sualı ver. Mən bu insanla nəyə görə özümü müqayisə eləyirəm? Hansı əksiklikləri görürəm? Bunları analiz eləyəndən sonra bu əksikliyin məndə olan həmin insanı xoşbəxt elədiyini necə özümə sübut eləyə bilərəm? Hansı sübutlarım var? Real sübutlardan danışıram. Çünki dedik ki, müqayisə real sübutlana bilən bir şeydir əslində. Yəni sonra özünə sübut verə bilmirsənsə, deməli bu sənin yaratdığın bir kriteriya deyil. Bu sadəcə bəlkə insanların səndən görmək istədiyi, bəlkə sosial mediada öyrəndiyin, bəlkə toplumdan öyrəndiyin bir kriteriyadır. Əgər belə bir müqayisə varsa, artıq o müqayisəni həyatından çıxart, çünki başqalarının yeritdiyi fikirlərə görə əslində sən özün düşünürmüşsənmiş kimi hiss eləməyə başlayırsan və bu pisliyi artıq özünə eləmə. Müqayisə etmək və müqayisə edilmək əslində öz kriteriyalarına uyğun elədiyində çox yararlı bir şeydir. Səni inkişaf elətdirər, səni dəstəkləyər, səni daha yaxşı hala gətirər. Amma bunu başqalarının kriteriyalarına uyğun eləyirsənsə, səni özündən uzaqlaşdırar. Bir də var müqayisə edilmək. Məsələn, anam məni müqayisə eləyir, atam məni müqayisə eləyir, sevgilim məni müqayisə eləyir. Bunları buraxın. Çünki bunlar sənə aid deyil. Bir insanın elədiyi bir şeyi dəyişdirmək üçün çabalamağa ehtiyac yoxdur. O insan artıq elədi. Və həmin insan da səni öz xoşbəxtliyi üçün müqayisə eləyir. Sənin xoşbəxtliyin üçün yox. Çünki öz kriteriyasına uyğun bəyəndiyi bir şeyə artıq səni adaptasiya eləməyə çalışır. Sənin kriteriyanına görə bir şey eləmir. Sənin kriteriyanı isə ancaq sən belirləyə bilərsən. Ümumiyyətlə, müqayisə edən insanların həyatı buna oxşuyur ki, elə bil ki, kimsə tətilə çıxır və nə götürüm, nə götürməyim yanımda, valizə nələr qoyum, nələri qoymayım, hamıdan soruşur və o qədər o valiz yığma prosesində əziyyət çəkir ki, tətilə də gedə bilmir, heç halı qalmır, ya da heç gedir amma keyfini çıxarda bilmir. Müqayisə həyatda da belədir. Daima başqalarının düşüncələrinə, istəklərinə, fərqliliklərinə görə öz bavulumuzu yığmağa çalışarıq. Amma təəssüf ki, o bavul heç vaxt yığılıb qurtarmayacaq bu şəkildə. Uzun sözün qısası. Əgər müqayisə eləmək istəyirsənsə, birinci öz yolunu tap, öz sevdiyin şeyləri, sevmədiyin şeyləri tap, hədəfini tap, daha sonra səninlə eyni yolu gedən, bənzər kriteriyalara sahib olan insanlardan nələrisə götürmək üçün, yaxşı şeyləri əldə eləmək üçün müqayisə eləyə bilərsən, amma dozun da. Müqayisə bıçaq kimi bir şeydir, hansı tərəfdən tutduğuna diqqət elə. Bugünlük bu qədər, özünə çox yaxşı bax.